Və aleykum assalam və rahmetullah. Sual belədir. Dəstəmaz alarkən hamamda bismillah demək olarmı pısıltı ilə, yoxsa çöldə deyib girməliyik? Əgər sizin hamamınız tualetlə bir yerdədir və tualet unitazdırsa, yəni kanalizasiya sisteminə qoşulan tualetdir, buradan nəcasətin üstündən knopkanı basırsan, su onu yiyib aparırsa, o zaman sizin hamamda bismillah deməyinizdə heç bir problem yoxdur. Yəni, pısıltı ilə bismillah deyə bilərsiniz. Amma yox, sizin hamam və tualetiniz bir yerdədir və sizin tualetiniz kəndlərdə olan, yəni şambonun üstündə olan tualetdirsə, hansı ki, nəcasət oradan birbaşa zahirdir, görsənir, bilinir. Belə halda sizin orada bismillah deməniz düzgün deyil, siz çöldə bismillah deyib girməlisiniz. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, atam işləmir, mənim ona sigaret almaq üçün pul verməyim və ya sigaret almağım günahdırmı? Bəli, günahdır. Sizin atanıza sigaret almaq və ya ona al pulu gedib evdə sigaret almalısan, pul verməyiniz, bəli, günahdır. Çünki siz pis işlərdə valideyninizə yardım etməli deyilsiniz. Siz pis işlərdə valideynlərinizə yardım etməli deyilsiniz. Və Allahın izinlə çalışın, ona başa salın. Bu haram əməldən tövbə eləsin, üz döndərsin. Çünki sizin halal qazandığınız pulu harama verməyiniz sizin özünüzün bərəkətinizi azaldır, bərəkətinizi qaçırdır. Və aleykum assalam və rahmetullah. Sual belədir. Oğlumun 10 yaşı var, namazı mayka və şortiklə qılır. Bu düzgündürmü? Əgər mayka, bildiyimiz mayka kimidir ki, çiyinlər açıqdır və şortikdə əgər dizdən yuxarıdsa, bu halda namaz qılmaq batildir. Hətta 10 yaşı olsa da belə, ona mayka ilə və şortiklə namaz qılmaq olmaz. Ona çalışın ki, çiyinlərini örtə bilən teniska və həmçində şortik dizdən aşağı olsun. Və uşaqlıqdan ona bu əməli başa salın ki, böyüyəndə artıq onun yaddaşında həkk olsun. Düzdür, 10 yaşında vacib deyil, amma hər bir halda ibadətin düzgün formasını elə uşaqlıqdan uşağa başa salmaq lazımdır. Və aleykum assalam və rahmetullah. Sual belədir ki, 2 Zülhiccə ayının birindən 10-na kimi hər gecə Fəcr surəsi oxusa, günahları bağışlanır. O günlərdə dünyasını dəyişsə, soğuk-soğuksuz behişdə gedər. Peyğəmbər s.ə.v buyurub. Həmçinin başqa yerdə gəlib ki, Peyğəmbər s.ə.v buyurub ki, 2 Zülhiccə ayının birindən Qurban bayramına kimi oruç tutsa, 100 qul azad edər, 100 at, 100 dəvə ehsan və 60 il keçmiş və gələcək günahlarını bağışlar. Soruşulur ki, bunlar nə dərəcə doğrudur? Ümumiyyətlə, Zülhiccə ayının barəsində hədislərdə gəlib ki, Allah Rasulullah s.ə.v buyurub ki, Allah dərgahında ən əfzəl günlər Zülhiccə ayının ilk 10 yəni günüdür. Amma konkret olaraq yəni burada deyildiyi kimi hər gecə Fəcr surəsini oxumaq və ya da ki 10 gün oruç tutmaq və x. Yəni bu göstərilən, deyilən əməllər və fəzilətlər isə bu isə bidətdir. Yəni belə bir səhih hədislər də yoxdur. Hədislərdə gəlib ki, bəli, ən əfzəl, Allah dərgahı ən əfzəl əməllərdir. Bu baxımdan da burada oruç tutmaq, yaxşı işlər görmək, salih əməlləri artırmaq, Quran oxumaq və digər salih əməllər bəyənilir. Bunlar ümumilikdə əfzəl əməllərin tərkibindədir, fəzilətli əməllərin tərkibindədir. Amma hədisdə deyildiyi kimi, Fəcr surəsi oxumaq və ya da sırf 10 gün oruç tutmaq bu kimi savablara məxsusdur. Bu isə bidət və bunlar uydurma rivayətləri. Çox güman ki, bunlar rafizilərin yəni uydurma rivayətləridir. Ona görə bu kimi yazılara deyil, imkanınız varsa ixlas.com saytına daxil olun və orada deməli Zülhiccə ayı barəsində, onun fəziləti barəsində dərslər vardır və həmçində Quran, Sünnə və İcma kanalında deməli bu barədə dərslər var və həmçində Furqan.tv kanalında, YouTube kanalında, yəni Quran, Sünnə, İcma YouTube kanalı və Furqan TV kanalı və Tövbə Zamanı kanalı
Və bu kimi kanallarda Əhl-i Sünnənin kanallarıdır və orada Zülhiccə ayı barəsində qardaşlarımızın kifayət qədər geniş dərsləri vardır. Amma bu rivayətlər isə təbii ki, uydurma və yalan rivayətlərdir. Və aleykum əssalamətullah. Sual belədir ki, bilmək istəyirəm, ər və arvad dəstəmazlı olarkən əl ilə toxuna bilərlərmi? Yəni, dəstəmazları pozularmı? Ümumiyyətlə, səhih budur ki, düzgün olan budur ki, ər və arvad dəstəmazlı olduqları zaman istərsə bir-birlərini qucaqlasınlar, əllərindən tutsunlar, yəni bir-birlərin yanaqlarını öpsünlər və s. Əgər bu etdikləri onlarda şəhvət hissi oyatmayıbsa, onların dəstəmazı pozulmur. Əgər onlar bu əməlləri edəndə onların şəhvət hissi oyanıbsa, onların dəstəmazları pozulur. Mücərrəd qadının kişinin əlinə toxunması barəsində yalnız İmam Şafinin məzhəbində, yəni Əhl-i-Sünnənin 4 məzhəbin birində rəy var ki, əlin qadına toxunsa dəstəmazın pozulur. Bu isə xata rəydir. Bu xata və düzgün rəy deyil. Bu xata rəydir və düzgün rəy deyil. Düzgün rəy odur ki, əgər ki onlar şəhvət əl-ələ toxunduğu zaman, qucaqlaşdığı zaman, öpdüyü zaman, əgər şəhvət hissi oyanarsa, bəli, bunların dəstəmazı pozulur. Yox, əgər əl-ələ tutmaqla, qucaqlamaqla, oturub söhbət eləməklə heç bir şəhvət filan hissi keçirmirlərsə və şəhvət oyanmırsa, bəli, bunların dəstəmazları səhihdir. Eləcə də mücərrəd əl-ələ toxunmaq. Əgər əl-ələ toxundusa, heç bir şey yoxdursa, əlhəmdülillah, heç bir şey də yoxdur. Nə dəstəmaz pozulur, nə də bir şey. Və aleykum əssalamətullah. Sual belədir ki, namazda təkbiratul ehramdan sonra açılış duasını oxumaq istəmirəm. Birbaşa Fatihəni oxumaq istəyirəm. Bu zaman ardıcılıq beləmi olacaq? Allahu Akbar, Əuz billahi minəşşeytanirracim, Bismillahirrahmanirrahim, Elhamdülillah Rabbil aləmin. Bəli, bu zaman ardıcılıq siz deyən kimi olacaq. Yəni, əgər orada açılış duasını oxumursunuzsa, o zaman ardıcılıq dediyiniz kimi olacaq. Amma tövsiyə budur ki, açılış duasını tərk etməyin. Çünki namaz bizim elədiyimiz yeganə ibadətdir ki, biz yalnız namaz qılırıq. Yəni, bizim nə gecə namazlarımız, nə nafilə oruclarımız, nə nafilə sədəqəmiz, filan əməlimiz yoxdur. Bizim olan yeganə ibadətimiz namazımızdır. Yəni, Allah qorusun, Allah rəhm eləsin bizə. Yəni, əksəriyyətimizin halı budur. Əksəriyyətimizin halı budur ki, bizim əlimizdə olanımız yalnız namazdır. Və namaz da olduğu kimi əda olunması üçün təbii ki, Muhammed sallallahu aleyhi və səlləmə bənzətməliyik. Yəni, namazımız Muhammed sallallahu aleyhi və səlləm namazına bənzəməlidir. Və Allah Rasul namazına bənzəyən namaz isə namazın fərzləri, rukunları, vacibətləri, sünnələri və hamısı yerində olmalıdır. Və bu baxımdan da təbii ki, istiftah duası oxumaq sünnədir. Onun tərkinə görə günah yoxdur, amma onu insan əməl eləsə, Allah Rasulunun sallallahu aleyhi və səlləmin qıldığı namaza bənzəyəcəkdir. Yəni, istiftah duası vacib deyil, sünnədir. Oxusan savab var, oxumasan isə savab yoxdur. Amma Allahın izni ilə nəzərə alsaq ki, elədiyimiz ibadət yalnız namaz üzərindəyik biz, digər əməlləri edə bilmirik. O zaman çalışaq ki, namazımızı Allah Rasulunun buyurduğu formada qılaq. Və aleykum əssalamətullah. Sual belədir ki, İslamda olan tək oğul ailəsi ilə ayrı yaşamaq istəyirsə, amma cahil ana ata razı deyilsə, necə hərəkət etməlidir? Ümumiyyətlə, hər bir kişinin haqqıdır ki, ailəsinin ayrı yaşasın. Yəni, bu o demək deyil ki, o ayrı yaşasa, o valideyni tərk eləcək, gedəcək. Xeyr. Sadəcə, o valideynin yanında yoldaşına istədiyi diqqəti ayıra bilməyəcək və yoldaşı da ona istədiyi diqqəti ayıra bilməyəcək. Və onlar bir-birinə qarşı olan öz sevgilərini, məhəbbətlərini, duyğularını, qayğılarını, istəklərini atanın yanında istədikləri kimi göstərə bilməyəcək. Filan şey giyinmə əyibdir, filan şey demə əyibdir, filan şey eləmək əyibdir, filan şey olmaz əyibdir, əyibdir, əyibdir. Yəni, belə çıxır ki, yəni, qadın ərinin yanında, qaynatı qaynanən bir yerdə yaşayır qalsa,
qadın ərin yanında qapalı geyinməlidir. Və kişi öz yoldaşından evin içində heç bir əzanı görməli deyil. Yəni, bu da təbii ki, tədricən ailə arasında soyuqluq da yaradır. Ona görə bəli, oğlun, hətta tək oğulsa belə haqqıdır ki, öz ailəsini ayrı yaşasın və inşallah bunu isə valideynlərinə hikmətlə başa salsın. Gözəl üslubda başa salsın, yəni gözəl şəkildə başa salsın. İnşallah ki, valideynləri başa düşər. Və aleykum əssalatullah. Sual belədir, YouTube-dakı ruqiyyəyə qulaqlıq taxıb qulaq asmaq olarmı müalicə niyyəti ilə? Bəli, olar. Əgər bir insan özündə narahatçılıq hiss edirsə, o zaman YouTube-dakı ruqiyyələrə qulaqçıq taxıb və öz qulağınla qulaqcıqları qulağına taxıb müalicə niyyəti ilə ruqiyyələri dinləyə bilər. Və aleykum əssalatullah. Sual belədir ki, Abu Hancıla və Rəcəb Baltaçı bunların dərslərini dinləmək olarmı? Xeyr, bunların dərslərini dinləmək olmaz, çünki bunların mənhəzlərində yəni ciddi nöqsanlar var və bu barədə əlhəmdülillah demək olar ki, bizim bütün elm tələbələrimiz kifayət qədər danışıblar və istəsəniz YouTube-da yazıb qulaq asa bilərsiniz. Yəni, bütün qardaşların bu barədə olan açıqlamaları vardır. Və aleykum əssalatullah. Sual belədir ki, bizon içkisini içmək olarmı? Ümumiyyətlə bizon, hel, qarilla, nə bilim, sonra başqa yaquar və digər heyvanlar adları ilə bağlı energetik içkilər var. Və hansının ki tərkibində müəyyən miqdarda spirt varsa, o artıq haramdır, onun için soruşmağa dəymir. Amma hansının ki tərkibində spirt göstərilmirsə, onun tərkibində spirt yoxdursa, müasir alimlər bunun özlüyündə haramçılığına bir fətva verməyiblər. Amma onun insan orqanizminə olan təsiri baxımından müsəlman onu içməli deyildir. İçmək olmaz. Çünki ümumiyyətlə energetik deyilən belə bir içki də mümkün deyil olsun. İnsan əgər normalda yorğunsa, insan yatmalı, dincəlməlidir. Amma bizon və hel kimi, həmçində digər Red Bull və yaxud və içkilərin tərkibində qan qovucu maddələr vardır. Bilmirəm, yadımdan adı trofumdur, yoxsa nədir? Üstündə də yazılır həmən o adlar. Mən bu barədə, deməli, bu energetik içkilər təzə çıxanda Azərbaycanın Su İstehsalçılar Birliyinin böyüyü var idi. Dövlət Məmmədov. Onun məqaləsini oxudum və həqiqətən də onun orqanizmi olan təsiri hətta araqdan da daha beş betərdir. Çünki onun tərkibində olan qan qovucu ki, maddələr var, onu içəndə insanın qanını qovur, hərəkəti sürətləndirir və insan elə gəlir ki, insana güc gəlir. Əslində bu belə deyildir. Yəni, insana o qan qovucunu içəndən sonra insan elə gəlir ki, o gümrahlaşır, amma onun təsiri itdikdən sonra insan təzədən halsızlaşır. Və bu vaxt insana yatmaq, dincəlmək lazımdır. Amma onu içən insanlar yenidən onun bir neçəsini içirlər. Hətta bu cür içkiləri içən insanlarda energetik içkiləri asıllıq yaranıb. Hətta görürsən gün ərzində 10-15 dənəsini içirlər. Deməli, bu içki açıq-aşkar asıllıq yaradır. Və bu içki son əsrin, yəni əsrimizin belə deyim, müsəlmanlara qarşı olan böyük bir müharibəsidir. Çünki bu içkini içən insanlarda həm kişilərə kişilik cəhətdən mənfi təsir göstərir və qadınlara da uşaqlıqlarının məhv olmasına, uşaq olmamaq kimi problemləri gətirib çıxarır. Və bu, təbii ki, öz-özlüyündə bu haramdır, içməyin demək mümkün olmasa da, amma onun insan orqanizminə, böyrəyinə, ondan sonra digər orqanlarına nə qədər mənfi təsir edədiyini göstərib və biz insanları ondan çəkindirməyə borcluyuq. Yəni, insanlar bu kimi içkilərdən çəkinsinlər və bunların fəsadları daha ağır və daha şiddətlidir. Və aleykum əssalamətullah. Sual belədir. Mən həmişə ratibə sünnətlərini qılıram,
hamama çox isti olduqda, xəstə olduqda və ya harası tələsəndə qıla bilmirəm. Bu zaman mən əvvəl həmişə qıldığım üçün yenə mənə həmin qılmadığım sünnətlərin savabı qalırmı? Eşitmişəm ki, əgər davamlı bir əməli etdiriksə, amma müəyyən səbəbdən onu etmədikdə, yenə həmin əməlin savabı gəlir. Doğrudurmu? Deməli, sualın cavabı bundan ibarətdir ki, Allah Rasulü s.ə.v hədisdə buyurub ki, bir insan əgər gündəlik bir əməli edirsə, yəni ona davamlıdırsa, insan xəstə olanda və yaxud da səfərdə olanda ona yazılır. Yəni, o əməlin davamlı ona yazılması üçün o insan ya səfərdə olmalıdır, ya da xəstə olmalıdır. Yəni, hədisdə bu iki məsələ üzr kimi gətirilib. Amma sizin dediyiniz kimi harasa tələsəndə, nəsə eləyəndə, siz o zaman bunların qəzasını axşam evə ki gəldiniz, məğrib işarəsi və ya da işədən sonra, suda vaxt çox olur. O zaman gün ərzində qılmadığınız ratiblərin sünnətini qılın. Vəssalam. Qısaca. Yəni, gün ərzində yorğunsuz, işiniz çoxdur, tələsiz harasa getməlisiniz və ya da hava istidir, dediyiniz kimi, heç problem yoxdur. Məğrib işarəsi və işədən sonra suda vaxt var. O zaman qılmadığınız ratiblərin qəzasını qılırsınız, əlhəmdülillah, və ratib öz yerinə düşür. Sizə nə vaxt yazılacaq qılmayanda, siz səfərdə olanda və ya da ki, xəstə olanda. Bu iki halda bəli yazılır. Aleykum əssalam. Sual belədir ki, mənim bir uzaq qohumum var, nənəmin qardaşının nəvəsi düşür. Uzaq olsa da demək olar ki, bir yerdə böyümüşük. Böyüdükcə də lap yaxın olmuşuq. Sirlərimizi, dərdlərimizi bölüşmüşük. Qısacası, çox yaxın bir münasibətimiz var. Sonra hər hansı bir səbəbdən aramıza nifaq düşdü, dalaşdıq və münasibətimiz kəsildi. O mənim mesajlarımı sıxın edib öz anasına, mənim anama göndərdi. Bizim aramızda olan bir söhbəti hər kəsə yaydı. Əslində günah ikimizdə də var idi, amma o sanki bütün günah məndəmiş kimi davrandı. O hadisədən sonra da mən onu heç cürə bağışlaya bilmədim. Bunlardan qabaq ondan halallıq aldım, yazıb dedim, haqqını halal elə hisslə oldu, dalaşıq. Amma o halallıq versə də mənimlə barışmadı. İndi sualım budur ki, mənim onunla əlaqamı kəsməyim, qohumluq əlaqəsini kəsmək sayılırmı? Yəni, belə baxanda çox uzaq qohum sayılır. Sadəcə çox cahildir və uzun müddət sonra ayıldım. Başa düşdüm ki, təhlükəli insandır. Bilmək istəyirəm ki, onunla danışmamağım qohumluq əlaqəsini kəsməkdən sayılırmı? Əslində, sizin onun qohumluq əlaqəsinə baxanda, baxın, nə deməkdir? Nənəmin qardaşının nəvəsi. Yəni, bu artıq sizə belə həddən artıq uzaq məsafədir və bu da körpü məsələsidir. Yəni, qohumluq ən yaxından başlayır. Misal üçün, xala, əmi, dayı, bibi, sonra bunların övladları, sonra onların övladları. Və nənə, baba, sonra son isə keçir nənənin qardaşı və son isə keçir nənənin qardaşının nəvəsi. Yəni, bu artıq, belə deyək, sizə demək olar ki, qohumluğu körpü məsələsidir. Yəni, inşallah ki, onunla bu cür təhlükəli insansa, siz onu tanımamısınızsa və sizə çox belə zülm eləyibsə bu dediyiniz kimi, o zaman danışmamazda bir problem yoxdur. İnşallah ki, günah da sayılmaz. Çünki artıq bu sizə lazım olan yaxın qohumlardan çox uzaqdır. Amma nə vaxtsa imkan olsa barışsanız, yəqin ki, dəvət etsəniz onu barışsanız, inşallah yaxşı olar. Amma bu hal bu kimi qalsa, yəni o barışmaq istəməsə və bu cür hal bu cür qalsa, inşallah ki, sizə buna görə günah düşməz Allahın izni ilə. Və aleykum assalam rəhmətullah. Sual belədir. Deyirlər, çörək yeyəndə, su içəndə və s. sağ əl ilə içməlik və yemək bu doğrudurmu? Bəli, bu doğrudur. Çünki Allah Rasulü s.ə.v buyurub ki, qul bil yemin, sağ əlinlə ye. Və başqa hədisədə gəlir ki, və sağ əlinlə də iç. Hətta İmam Tirmizinin bəzi rivayətlərinə gəlib ki, nəyə ki yemək, içmək, hətta insan nəyi isə verəndə də, alanda da
sağ əlinlə verməsi, alması sünnədəndir. Çünki Allah Rasulü buyurub ki, hədislərdə فَإِنَّ الشَّيْطَانَ يَأْكُلُ بِالشِّمَالِ Həqiqətən şeytan sol əllə yeyir və içir. Yəni, müsəlman sağ əllə yeməlidir və sağ əllə içməlidir və nə isə kiməsə verəndə də, alanda da, imkan dahında sağ əllə verib almalıdır. Amma sol əllə yemək, içmək isə bu isə aiddir şeytana. Və həmçinin bir hədisdə Allah Rasulü s.ə.v bir insanı görür ki, sol əllə yeyir və deyir ki, sağ əllə yeyir. Deyir, mən bacarmıram. Sonra Allah Rasulü deyir ki, sağ əllə yeyir, deyir, mən bacarmıram. Sonra Allah Rasulü deyir ki, sağ əllə yeyir, deyir, mən bacarmıram. Və Allah Rasulü buyur ki, sən heç bacarmayasan da. Və arxasını deyir ki, həqiqətən onu buna mani ilə onun təkəbbürlüyü oldu. Və sonra sahabilə deyir ki, biz həmən insanın sağ əlinin paraliz olduğunu gördük. Yəni, əli paraliz olmuşdu, əli işləmirdi və həmən insan məcburiyyət qarşısında sol əllə yeyib içirdi. Yəni, əslində, müsəlman sağ əllə yeməlidir, içməlidir. Çünki sol əllə eyni zamanda müsəlman taharətdə olur. Yəni, insan taharətdə özünü yuyub təmizləmək sol əllə olur. Və sol əl ondan ötürüdür. Sağ əl isə yemək və içməkdən ötürüdür. Bu baxımdan da bəli, sualda deyildiyi kimi sol əllə yemək, sağ əllə yemək, sağ əllə içmək və nə isə verəndə dalında sağ əllə verib almaq lazımdır. Və aleykum əssalamətullah. Sual belədir ki, bizim ölkəmizdə yalnız bir qadınla evlənməyə icazə var. Əgər kişi başqa bir qadınla evlənmək istəsə, qanunla boşandıqdan sonra evlənə bilər. Yəni, ölkəmizdə kişilərin 2-3 qadınla evlənməsi təkfir sayılmır. Xeyr, təkfir filan sayılmır və əslində bizim Azərbaycan dövlətində yalnız bir qadınla evlənmək belə bir şey yoxdur. Azərbaycan dövlətində bir kişi 2, 3, 4 qadın da ala bilər, hətta 5-6 qadın da ala bilər Azərbaycan dövlətində. Amma onun dövlət qeydiyyatı, rəsmi nikahı yalnız bir qadından olur. Digərlərinə isə adını deyirlər ki, qeyri-rəsmi nikahda. Və çox arvadlığa görə Azərbaycan konstitusiyasında heç bir cinayət məsuliyyəti də falan yoxdur. Əgər qadınlar hamısı razıdırlarsa evlənməklərinə, dövlət qanunu buna qarşı deyil və qanunda da buna heç bir cəza falan tətbiq olunmayıb. Yalnız bir qadın rəsmi nikaha düşür, amma qeyrilərinə deyirlər ki, qeyri-rəsmi nikah və ya da deyirlər ki, vətəndaş nikahı. Amma bu təkfir məsələsinin yaxından uzaqdan heç bir əlaqəsi də yoxdur. Və aleykum əssalamətullah. Sual belədir ki, zöhr namazın əvvəlki sünnətlərini yorğunluqdan və ya tənbəllikdən qılmadıqda sonradan peşman olsaq son sünnətini qıla bilərəmmi? Ümumiyyətlə, əgər bir insan vaxt azlığına görə, yorğunluğuna görə, tənbəlliyə görə zöhrün əvvəlki sünnətini qıla bilmədi. Yəni, istəmədi qılsın. Dedi, vaxtım yoxdur, yorğunam və s. İstəsə, zöhrdən sonra qıla bilər. Əvvəlki sünnətləri də zöhrdən sonra qıla bilər. Amma zöhrdən sonra da qılmaq istəmirsə, yorğundursa hələ də, o zaman məğrib işə arası qılmadığı sünnətlərin qəzasını edə bilər. Yəni, bu icazəlidir. Əgər insan gün ərzində sünnələrini qıla bilməyibsə, axşam məğrib işə arası, işədən sonra boş asuda vaxt olan kimi sünnələrin qəzasını edə bilər. Və yaxud da sualda dediyi kimi, zöhrün əvvəlki sünnələrini qıla bilməyibsə, zöhrü qıldıqdan sonra əvvəlki sünnələrini qəzasını qıla bilər. Və aleykum əssalamətullah. Sual belədir ki, ilan balığı olar yemək, mən yemirəm, oğlum nənəsi gildə yeyib, bu haramdırmı? Xeyr, ilan balığı haram deyil. İlan balığı əslində balıqdır. Sadəcə onun forması ilan kimi uzunsovdur və müəyyən əlamətləri də var, amma o ilan deyil, əsla ilan deyil, o balıqdır. O balıqdır və halaldır və onun halallığında zərrə qədər də belə şübhə yoxdur. Və aleykum əssalamətullah. Sual belədir. Məsələn, deyir, molla yanına gedib səbəb yazdırırlar. Düzü, mən inanmıram belə şeylərə. Qardaşımızın fikrini bilmək istərdim. Ümumiyyətlə, imkan daxilində mollaların hamısını yox eləmək lazımdır. Yəni, onların hamısını aparıb, belə deyim də, kariyerdə işlətmək lazımdır.
qoy gedib pullarını kubikdən çıxarsınlar. Yəni, mollalıq eləməklə yox. Çünki mollalıq sənət peşə deyil. Bunlar mollalığı özləri üçün sənət peşə hesab edirlər. Əksəriyyəti onların ibadət əhli belə deyil. Və adi hallarda yeyib-içib kef edirlər, amma iş vaxtlarında isə molla papağı, molla paltar əllərini bir çəlikə götürüb, bütün qəbristanlığının ağzında filan yerdə hər öz obyektinin qabağında dayanır. Yəni, və Allahın izni ilə görəcəksiniz ki, günlərin bir günü dövlət qərarı ilə onlar da ləğv olunacaq. İnşallah ki, darıxmayın. O ki, qalırsa ki, molla yana gedib nəsə yazdırmaqları, mən inandırım ki, sizə, bəlkə bugünkü günə kimi yüzlərlə molla yazıları bizə göndəriblər ki, bu nə yazılıb burada? Onların 99,99% vallahi, billahi cahilin yekəsidirlər. Onlar kitabı qoyublar qabağına, elə bir ərəb hərflərlə bənzər nəsə beləncik, çünki bilir ki, qarşısındakı oxuya bilmir, ağzına gələn orada rəsm çəkib, yəni hərflərin rəsmlərini çəkib və güya ki, biri ruzu duasıdır, biri nə bilim sevgi duasıdır, biri nə bilim əminamançılıq duasıdır və s. Bunlar hamısı lağlağı və istehzadır. Yəni, ağlı başında olan düşüncəli insan gedib mollanın yanı nəsə yazdırmaz. Çünki əgər o insan düşüncəsi olsaydı, bir dərrakəsi olsaydı, o asardı Quranı və baxardı orada nə yazılıb. Ümumiyyətlə, mollanın elədikləri nə dərəcə doğrudur? Ümumiyyətlə, icazəlidirmi? Bunu insan bir dəfə oxusa, ömür boyu mollaların yanına getməz. Ona görə kimisə molla yanına getməsi, nəsə yazdırması eləməsi təbii ki, düzgün deyildir. Düzgün deyildir. Hətta hallar olub ki, biz molla ilə mübahisə eləmişik, bir nəfərə dua yazıb ki, səni bugün maşın vuracaq, filan şeyi qurban kəs, sənə maşın vurmayacaq. Demiş ki, molla, bu harada yazıb? Deyir, Quranda yazıb. Deyirəm, vallahi, billahi, Quranda səni maşın vuracaq, belə bir şey yazılmayıb. Ümumiyyətlə, Quranda bildiyimiz maşın sözü yoxdur Quranda. O ki, qaldı ki, elə sənə vurmağı da yazılsın. Yəni, bunlar Quranı özləri üçün bir alətə çeviriblər. Pul dəzgahına çeviriblər. Yəni, Qurandan pul çıxardırlar bunlar. Bu da təbii ki, dinlə yanlış və xatadır. Quran dirilər üçün göndərib ki, onu oxusunlar və əməl eləsinlər. Elə bir ki, dövlətin qoyduğu konstitusiya kimi. Dövlətlər niyə o konstitusiya qanunlarını düzəldirlər? Onları oxuyub icra eləmək, tətbiq eləmək üçün. Amma insan hansısa bir sıxıntısı varsa, konstitusiyasının 7-ci maddəsinin B bəndini yazmaq ona nə faydası verəcək? Təbii ki, heç nə. Əgər insan onu oxumursa, bilmirsə, həyatında yaşamırsa, bütün konstitusiya kitabının cibində gəzir, ona nə faydası var ki? Eləcə də Quran da onun kimi. Quran oxuyub və oxuduqlarını əməl etmək üçündür. Mollanın yanına gedib nəsə yazdırmaqdan ötürü deyil. Və aleykum assalam. Sual belədir ki, bir qohumumuz var, salam verdim, 3 dəfə salamı almadı. Mən də ona salam verməyəcəm deyirəm. Mənə günahdırmı? Bu suala ətraflı cavab verməyinizi istəyirəm. Əvvəla, əgər siz ona bir və yaxud da birdən artıq salam veriniz, o sizin salamınızı almadısa, amma siz ondan salamınızı kəsməli deyilsiniz. Çünki salamı kəsmək, qohumsu əlaqəsini kəsmək deməkdir. Amma siz ona salam verdikcə və o sizə salamınızı qaytarmadıqca, siz öz boyunca üçün əməli edirsiniz, o isə Allahın dərgahında yüklənir. O isə Allahın dərgahında yüklənir və sizin də salam verməməyiniz yanlış və xatadır. Ola bilər, o sizə bilərəkdən deyil, unutqanlıqdan verməyib və ya da eşitməyib və ya da ki, bilərəkdən vermir, sizdən xoşu gəlmir, vermək istəmir, salamınızı almaq istəmir. Amma bu, sizin ondan salamınızı kəsməyə aparıb çıxarmalı deyil. Çünki siz müsəlmansınız. O isə cahildir. Və siz salam verdikcə, o almadıqca sizin savabınız artır. Və Allah dərgahında qohumluq əlaqəsini yeni yetirmiş olursunuz. Amma o isə günahlanır, günahlarını yükləyir. Çünki salam yeganə ibadətdir ki, onu ibtidai vermək sünnətdir, qaytarmaq vacibdir. Bütün ibadətlərin başlanğıcı vacibdirsə, namaz yeganə, salam yeganə ibadətdir ki,
Yəni, onun başlanğıcı sünnət, onu qaytarmaq vacibdir. Ona görə o siz salamı verdirsə, o qaytarmazsa, o vacibi yerinə yetirməmiş olur. Buna görə günah qazanır. Amma sizsə qonluq əlaqəsini kəsməyin. Əksinə, gördükcə daha da gözəl salam verin, daha da gülərüz salam verin. Siz ona bu salamları, gülərüz salamları verdikcə, o sanki belə deyim, hirsindən partiya qalacaq. Və sonu gecə o cür təslim olacaq. Sonu gecə təslim olacaq və sizin salamınıza cavab verəcək və qəlbində sizə qarşı nəsə varsa da o ötüb keçəcək. İnşallah ki, qəlbinizə ona qarşı kin saxlamayın və salamınızı da verin Allahın izni ilə. Və aleykum assalam. Sual belədir ki, pulla Quran öyrətmək və pulla ruqi etmək doğrudurmu? Əslində doğru deyil, amma bir insan ki, əgər əlindən başqa bir peşə gəlmirsə, başqa bir sənət gəlmirsə və dolanışı üçün mavacib pul lazımdırsa və onun bacardığı Quran öyrətməksə, inşallah bu baxımdan pulla Quran öyrədə bilər. Əgər onun qazancı sırf bundansa və ya da ki, ruqiyyə məsələsi. İnsan məsəl üçün əlindən bir iş güc gəlmir, bir iş bacarmır, nəsə alıb sata bilmir, nəsə tikib düzəldib, uğraşdıra bilmir, sata bilmir. Yəni, insan əlinin bacarığı yoxdur. Amma gözəl ruqiyyə oxumağı var, gözəl Quran dərs deməyi var. İnşallah bununla pul ala bilər, amma təbii ki, bu məsələdə qiymət şişirtməli deyil. Məsəl üçün, görürsən ki, müəyyən ruqiyyə oxuyanlar var ki, gəlirsən, deyir, hə, bir saatını 200 manat oxuyuram. Deyirsən, ay qardaş, insan bir ayda 200 manat maaş alır. Sən bir saat Allahın kəlamını oxumaqla 200 manat çox deyil. Deyir, yox, mən ona bir saat vaxt ayırıram. Yəni, bir saatını 200 manata dəyərləndirir. Bu yanlışdır, xatadır. Yəni, biz, qardaş, Dubayda yaşamırıq, pullu dövlətlərdə yaşamırıq. Biz, qardaş, aylıq məvacib 180 manat olan dövlətdə yaşayırıq, 190 manat olan dövlətdə yaşayırıq. Yəni, bu məsələlərdə məbləğ deməkləri, bu cür fantastik rəqəmlər demək, yəni olmaz, qardaş. Əlhəmdülillah, bacarırsan ruqiyyə eləməyi, hansısa bir bacın, hansısa bir qardaşın ehtiyacı var, yesən ruqiyyəni oxuyursan, 5 manat verdi, 10 manat verdi, əlhəmdülillah, işin dalınca get. Yəni, məbləğ oxuma yenə. Yəni, bu yanlış və xatadır ki, görürsən ki, əksər hallarda nə qədər qardaşları bu barədə əziyyətə salırlar. Yəni, gündə gəlir, 1 saat oxuyur, 3 gün, 4 gün oxuyur, deyirəm, mən 600 manat pul alacam səndən. O insan heç ayda 600 manat qazanmır. Ona görə, bəli, bu kimi məsələlər, dediyimiz hallar varsa, pulla eləyə bilər, amma məbləğ burada fantastik rəqəm olmalı deyil. Qardaş, insan aylıq maaşa uyğun olaraq pul tələb eləməlidir. Yəni, Azərbaycan 8.000-9.000 dollar maaş almır. Bizdə fəhlələr saatını 12 dollar almırlar ki, sən gəlib ona saatına 200 manat pul istəyəsən. Bizdə, qardaş, fəhlələr gün ərzində 14-15 manat pul qazanırlar. Gün ərzində. O da 9 saata böləndə saatı 1 manat 50 qəpik, 1 manat 60 qəpik pul düşür. Yəni, ədalətli olmaq lazımdır. Bir bağlı düzgün olmaq lazımdır. Yəni, insanın çətinliyə düşməyindən istifadə etib ona məbləğ oxumaq lazım deyil. Yəni, Allahdan qorxmaq lazımdır. Və aleykumussalam, sual belədir ki, namazda Fatihədən sonra ayət-ül kursu oxumaq istəyirəm. O zaman Fatihədən sonra besmələ deməliyəm, yoxsa Əuzu billahi minəşşeytanirracim. Ümumiyyətlə, alimlərin Fatihədən sonra oxunan surə barəsində 2 rəy var. Bir rəy odur ki, Fatihədən sonra oxunan surədə istər surənin əvvəlində olsun, istərsə də surənin ortalarından oxu və yaxud axırından o fərqi yoxdur. Bismillahirrahmanirrahim deyirsən kifayət edir. Yəni, istəyirsən, misal üçün, Fatihədən sonra bütöv bir surə oxuyasan, Bismillahirrahmanirrahim deyib sonra oxuyursan və yaxud da ki, siz deyən kimi ayət-ül kursunu oxumaq istəyirsən, yenə Bismillah deyib oxuyursan. İkinci sinif alimlər isə deyirlər ki, və bunların da rəyi haqqa daha yaxındır ki, və inşallah ki, əhl-i sünnənin də əksəriyyəti bu rəydədir ki, əgər surəni əvvəldən oxuyursa, Bismillahirrahmanirrahim deyir.
əgər surənin ortadan ayəni götürüb oxuyursa, onda Əuzu billahi mineşşeytanirracim, Bismillahirrahmanirrahim deyirsən. Yəni, surə əvvəldən oxuyanda Bismillah bəs eləyir, amma surəni ortadan və yaxud da axırından oxuyursansa, o zaman Əuzu billahi mineşşeytanirracim, Bismillahirrahmanirrahim deyirsən və yaxud da ki, Əuzu billahi mineşşeytanirracim, Bismillahsiz deyib oxuyursan, hər iki variant inşallah ki, icazəlidir. Və aleykum assalam. Sual bilir ki, Risalə-i Nur kitabları haqqında məlumatınız varmı? Bu kitabları oxumaq caizmi? Xeyr, bu kitabları oxumaq caiz deyil. Çünki bu kitablarda nə bir ayə, nə bir hədis yoxdur. Bu kitabların içində olan hamısı Səid Nursi'nin özünün dedikləridir. Və Allah və Rasul deməyən bir şeyi insanlara təlqin eləmək, bu özü də şəriətdən deyil. Əlhəmdülillah, Əhl-i Sünnənin kifayət qədər səhih kitabları var, Buxari var, Müslim var, təfsir kitabları var və böyük-böyük alimlərimizin kitabları var, əlhəmdülillah. Amma Risalə-i Nur Səid Nursinin öz məhsuludur. Yəni, o kitablarda, belə deyim, fikirlər, rəylər hamısı özünə məxsusdur. Nə ayə, nə hədis orada istilal olunmur. Bəli, orada ayə kim gətirə bilər ki, filan ayə, filan ayə. Amma ayənin təfsiri isə o özündən eləyir. Yəni, kitab öz beyninin məhsuludur. Yəni, kitabda Quran və sünnəyə müraciət olunmayıb. Ayələr özünü istədiyi kimi orada açıqlanıb, yozulub. Bu da təbii ki, müxaliflikdir, olmaz. Və ümumiyyətlə, Səid Nursinin kitablarını ümumiyyətlə götürüb oxumaq, ondan faydalanmaq olmaz. O kitablarda insanlar yalnız və yalnız zalələtdəndirlər. Yəni, zalələtdə azallar o kitabları oxuyanlar. Yəni, haqdan uzaqlaşırlar. Çünki əgər kitabın içindəkilər Quran və sünnədən uzaqdırsa, təbii ki, onu oxuyan insan da Quran və sünnədən uzaq olacaqdır. Ona görə bu kitabları ümumiyyətlə insan əldə eləməsi, oxumağı düzgün deyildir. Və aleykum assalam və rəhmətullah. Sual belədir. Saç tökülürsə, ola ki, saçı vurdurasan, amma ayıb olmasın deyə hamısını yox. Bir dəfə sağ tərəfin, bir dəfə də sol tərəfin bu özünü oğlana bənzətmək olurmu? Ümumiyyətlə, bu cür eləmək olmaz. İnsan saçın qırıqsa ya tam qırxmalıdır, ya da ki, tam tərk eləməlidir, heç bir əl dəyməli deyil. Çünki Allah Rasulullah s.ə.v bir dəfə bir uşaq görür və görür ki, uşağının başının saçını qırxıblar. Yarısını qırxıb, yarısını saxlayıblar. Allah Rasulullah ki, bu nə deyiliblər? Bəzi rivayətdə gəlib ki, valideyni nəzir eləmişdi. Allah Rasulullah ki, belə etməyin, ya hamısını qırxın, ya da ümumiyyətlə əl dəyməyin. Əgər qadın xəstəlikdən dolayı saçının qırxılmağına məruz qalıbsa, inşallah eyib etməz. Elə evindən də bayra çıxmasın Allah əzzi ilə. Onsuz da zaten bayra çıxanda da hicablı olur. Qoy elə bir dəfəlik, başının bir dəfəlik, yəni qırxsın ki, yarı belə olub qadağana düşməsin, nəhyə düşməsin. Çünki yarı qırxıb, yarı saxlamaq qadağandır. Allah Rasul bundan qadağan edib. Əgər qadının müalicə əhəmiyyətli ehtiyacı varsa, qoy elə bir dəfəlik hamısını qırxsın. Əgər səbəb budursa, inşallah o ilə də inşallah saç tökülməsinin qarşısını alar. Əgər ki, məsləhətdirsə, əgər həkim bunu məsləhət edibsə. Və aleykum assalam və rəhmətullah. Sual belədir ki, mən keçirdiyim streslərdən dolayı çox sınıxıram. Sürəkli həyatdan bezirəm. Uşaqlarıma istədiyim qayğını verə bilmirəm. Ailədə zövcümlə sürəkli küslü qalırıq və ondan da bezmişəm. Artıq hər şeydən bezirəm. Mən belə olmaq istəmirəm. İstərəm ki, qalan ömrüm uşaqlarımla rahat, xoşbəxt və Rəbbimə itaətlə keçirim. Amma olmur. Əcaib stres keçirəm. Hər xırda məsələlərdə nə etməliyəm ki, bu narahatlıq məndən geçsin. Bəqərə surəsini oxuduram. Daimən dilim zikirlə islah qalır, amma istədiyim kimi özümü hiss etmirəm. Yaxşı olar ki, siz ilk öncə bu bədəninizdə olan streslə, gərginliklə bağlı bir əsəb həkimə müraciət edəsiniz. Sizin belə yazınızdan elə görsəniz ki, sizin sinirlərinizdə problem var. Yəni, siz artıq gərgin insansınız. Yəni, çox gərginlik keçirmişsiniz və sizin sinirləriniz öz rahatsızlıqlarını pozublar. Ona görə sizə Allahın ilk tövsiyəmiz odur ki, yəni, bir dənə, deməli, İslamı bilən, müsəlman bir psixiatra yaxınlaşarsınız və sizin sinirlərinizi sakitləşdirəcək müalicə isə bir kurs müalicə yazsın Allahın izni ilə. İlk öncə bir kurs müalicə götürün
Və ikinci isə, və bununla paralel olaraq siz çalışın, çoxlu istiğfar edin. Allahdan bağışlanma diləyin. Çünki istiğfarlar insanların streslərin yüngülləşdirir. İnsanların gərginliyin azaldır. Həmçində siz çalışın ki, səhər, axşam zikirlərini təkcə dilinizlə eləməyəsiniz. Çünki insanların çoxu zikirlə dil eləyir, deyir, əlhəmdülillah dillə zikirlədim, hər şey istədiyim kimi olmadı. Niyə görə? Çünki insan zikr eləyən zaman onun təkcə dili yox, dili, başı və qəlbi. Yəni, dillə zikr elədiyi zaman qəlbi onu düşünməlidir və beynində təfəkkür eləməlidir. 3 dənə hissiyyatı bir yerə cəmləməlidir və bu effekti bu halda yaranır. Amma mücərrəd insan televizora baxa-baxa zikr eləyir, nə bilim, televizora baxa-baxa zikr eləyir, qonşu ilə danışanda zikr eləyir, telefonla danışanda zikr eləyir, telefonda kinoya baxır, zikr eləyir, iqra oyun oynayır, zikr eləyir. Bu heç bir zikr deyil. Sadəcə özünü alladır. Bu, sələflərdən gələn zikr forması deyil. İnsan kinoya baxa-baxa zikr eləyə bilməz. Allah Teala Quran-Kərimdə buyurur ki, biz insanın qəlbində 2 qəlb eləmədik. Yəni, o 2 dənə şey bir handa cəm edə bilməz. Bu mümkün deyil. Və siz zikr eləyən zaman sizin gözünüz, qəlbiniz, diliniz və beyniniz hamısı bir yerdə cəm olsun. Bir yerə cəmləyin və zikri bu cür edin Allahın izni ilə. Və həyatdan bezmək lazım deyil. İnsan həyatın şirinliyini də atmalıdır. Allah Teala Quran-Kərimdə buyurur ki, وَلَا تَنْسَ نَصِيبَكَ مِنَ الدُّنْيَا Dünyadan öz payını unutma. Siz dediniz ki, burada mən Quran oxuturam, Bəqərə sözünü oxuturam. Xeyr, özünüz oxumalısınız. Əgər oxuya bilmirsinizsə, o zaman oxumağa öyrənin. Bildiyiniz bir bacı varsa hərfləri tanıyan, sizə o Quran oxumaq öyrətsin. Siz dininizi öyrənin. Siz hədislər oxuyun, Quranın təfsirini oxuyun, sahabilərin həyatından oxuyun, sələflərin həyatından oxuyun. Və bu gərginlər sizdən Allahın iznilə keçib gedəcəkdir. Yəni, hər xırda məsələlərə görə əsəb keçirməyin. Yəni, dəymir onun əsəbi keçirməyə. Sizin bu stresləriniz sizi çox pis ağrılara aparıb çıxaracaqdır. Çox pis xəstəliklərə gətirib çıxaracaqdır. Ona görə çalışın bu şeyləri başınızdan atın. Qəlbinizə mutmain olun. Qədərə imanı artırın. Qədərə imanı artırın. Qədərin xeyrinə də və şərinə də imanı artırın. Və çoxlu Quran oxuyun. Dini kitablar oxuyun. Sələflərin həyatını oxuyun və inşallah bu minvalla bir müddət davam edin və Allahın iznilə bütün sıxıntının, gərginliyin, stresin çeşidini hiss edəcəksiniz. Və aleykum assalamətullah. Sual belədir ki, yuxuda tanıdığım oğlana İbrahim Peyğəmbərim demişəm. Həmin oğlanın adı İbrahimdir. Bu yuxu haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, yuxularla hökm götürülmür. Yuxularla hökm götürülmür. Əgər siz tanıdığınız bir insana, oğlana bunu demişsinizsə, yəni bu o deməkdir ki, sizin ona qarşı qəlbinizdə sevgi var. Sizin ona qarşı sevginiz var və sevginizdən dolayı da siz yuxuda o insana o kəlməni istifadə eləmişsiniz. Yəni, o insana qarşı sevginiz var və sevgidən dolayı siz ona bu kəlməni istifadə eləmişsiniz. Ona görə çalışın bu yuxu barədə danışıb eləməyin. Çünki adi insanlara, yəni İbrahim adı olan insanlara Peyğəmbərim demək yanlış və xatadır. Düzdür, yuxudan heç bir əhkam götürülmür və yuxuda dediyiniz, elədiyinizə görəsə heç bir cəza da yoxdur, günah da daşımırsınız. Amma hər bir halda bu yuxunu danışmasaz, inşallah daha yaxşı olar. Və aleykum assalamətullah. Sual belədir ki, yuxuda Peyğəmbər Əfəndimizi görüb bu yuxunu başqalarına danışmaq olarmı? Əgər siz həqiqətən də Muhammed s.ə.v-i görmüşsünüz, o zaman danışın. Ancaq mən sual verim ki, siz gördüyünüz insanın, yəni deyirsiniz ki, Peyğəmbər Əfəndimiz, onu bir bizə vəsf eləyin ki, necə idi? Onun boyu, buxunu, üzü, gözü, barmaqları, cəsədi, rəngi, saçı, geyimi, gəzməyi, oturuşu, danışığı, gülümsəməyi, necə etsə bilən onu bizə başa salın. Gördüyünüz yuxunu bizə vəsf edin. Biz deyək ki, siz gördüyünüz Peyğəmbər s.ə.v-dir, yoxsa ki, hansısa bir nurani, bir ağsaqqal kişidir. Həqiqətən də mənə çox maraqlıdır ki, yəni bu
sualı verən deyir ki, Peyğəmbər Əfəndimizi yuxuda görüb. Əvvəla Peyğəmbər s.ə.v demək lazımdır. Yəni, əgər bir insan Peyğəmbər deyirsə, hökmən sallallahu aleyhi və səlləm eləməlidir. Bu, salavat çəkməlidir. Və ikincisi, əgər görmüşsünüzsə həqiqətən də, onda mən dediyim vəsfləri bizə yazın, göndərin. Qoy biz görək ki, siz onu görmüşsünüz, yoxsa gördüyünüz başqa bir insandır. Və aleykum əssalamətullah. Sual belədir ki, Quranı uşaq tərcüməsini oxuyanda da savabdır. Ümumiyyətlə, insan hər hansısa bir dini elm öyrənirsə, o elmi öyrəndiyinə görə savab qazanır. Və sırf Quranı tərcümədən oxuyuram deyinə, mən onun savabını qazanacam. Xeyr, Quranın savabını qazanmaq üçün, bir hərfi onun savabını qazanmaq üçün şərtdir ki, onu ərəb dilində oxuyasan, yəni nazil olmuş formada oxuyasan. Amma sən onun əgər tərcüməsini ya uşaq, ya özün oxuyursansa, bu zaman siz Quran oxumağınıza görə deyil, siz Allahın kəlamını başa düşməyinə görə oxuyursunuz deyənə savab qazanırsınız. Yəni, məqsədiniz öyrənməkdirsə, niyyətinə görə siz savabını qazanırsınız. Sırf durum deyim ki, ala bu Quran tərcüməsini oxuyursan, bir hərfi 10 savab qazanırsın. Xeyr, belə bir şey yoxdur. Bu, o qədər də savab ona yazılmır. Amma ümumilikdə dinin əhkamlarından və ya da dini kitablardan hansınsa insan oxuyursa ki, elmi, imanı artsın, bu, ümumi niyyətinə görə bəli o savabını qazanır. Və aleykum əssalam və rəhmətullahi və rəkatuhu. Sual belədir. Əgər bir insan birini çox sevirsə, dəyər verirsə, bu dəyəri qarşılıqlıdırsa, amma yola gedə bilmirlərsə, daima vəsvəsə gəlib dalaşırlarsa, bu vəziyyət necə düzəltmək olar? Bu vəsvəsədirmi? Ümumiyyətlə, insan hansısa bir insanı həqiqətən çox sevirsə və ona dəyər verirsə və təbii ki, sevgi də qarşılıqlı olur. Yəni, ər və arvad arasında, bacı qardaş arasında, ondan sonra ana uşaq arasında, ata uşaq arasında, valideynlə ana arasında, yəni fərqi yoxdur. Yəni, icazəli olan iki şəxs arasındakı sevgi təbii ki, bu qarşılıqlı da olur, qarşılıqlı olmalıdır. Və əgər onlar bir-birlərini sevirlərsə, bir-birlərini dəyər verirlərsə, əlxüsusda bu, ər və arvad arasında olan məsələlərdir. Hər ikisi bir-birini sevir, bir-birinə dəyər verirsə və amma müəyyən hallar baş verir ki, bunlar yola getmirlərsə, dalaşırlarsa, o zaman hansı məsələdə dalaşırlarsa, onu araşdırsınlar. Yəni, dalaşdıqları zaman o dalaşmağın səbəbinə baxsınlar. Niyə görə bunlar dalaşırlar, hansı səbəbə görə danışırlar? Baxsın, əgər ər və arvad arasındasa, baxsın ki, nə zaman bunlar əsəbləşirlər, yola getmirlər, baxsınlar səbəbinə, görsünlər ki, nədir onun səbəbi? Çünki insan bir-birini qarşılıqlı şəkildə sevə bilər, dəyər verə bilər. Amma əgər qadın ərinə itaət etmirsə, qadın ərinin sözünə qulaq asmırsa, onun bir sözünü iki edirsə, təbii ki, bu da mübahisəyə gəlib çıxacaqdır və dalaşmağa gəlib çıxacaqdır. Biz dəfələrlə söyləyirik ki, ər və arvad arasında mühüm diyaloqlar olmalıdır, mühüm ünsiyyət olmalıdır. O da ondan ibarətdir ki, əgər qadın baxırsa ki, əri dediyi məsələni səhv deyir. Yəni, hansısa bir məsələ deyir, söz danışır, amma səhv deyir. Və yoldaşının xasiyyətini bilirsə ki, ona desə ki, sən bunu səhv demirsən, dediysən, qələti ilə otur, yəni sən kimsə mənə nəsə, başa salasa nəsə deyəsən, əgər o bu tip insandırsa, o zaman qadın onu inkar eləməsin. Onu bu dediyi məsələdə yola versin, ancaq günün müəyyən bir vaxtında kefləri kök olan vaxtı, alnının qırışları açıq olan vaxtı, qadın hikmətlə ərinə onun xatı elədiyini söyləsin. Bəli, bu hikmətdir, bu üslubdur, bu qaydadır və bu cür istifadə eləmək lazımdır. Yəni, mənim deməyim odur ki, əgər bir insanların arasında sevgi varsa, nifrət yoxdursa və bir-birlərini qarşılıqlı şəkildə sevirlərsə və həmçində aralarında tez-tez bu dalaşmalar baş verirsə, o zaman bu dalaşmaların səbəblərinə baxsınlar və onların səbəblərini aradan qaldırsınlar. Və aleykum əssalam, sual belədir ki, bugün yuxuda bir adamı görmüşəm. Pis yuxu idi. Mən nə etməliyəm?
həmin adama onun haqqında pis yuxu gördüyümü söyləməmək şərti ilə deyə bilərəmmi? Bilirəm ki, pis yuxunu söyləmək olmaz. Zəhmət olmasa məsləhət verərdiniz. Ümumiyyətlə, insan yuxuda pis yuxu görübsə, onu heç kimə danışmalı deyil. Nə anasına, nə rəfiqəsinə, nə oğluna, nə dostuna, nə qızına, nə bacısına, nə qardaşına. Hətta suya belə bəzi cahili adətləri var ki, deyirlər, get suya aç, suya danış, suyun axıb getsin. Hətta suyu açıb belə eləmək düzgün deyil. Yəni, heç bir halda heç kimə danışmaq olmaz. Yəni, pis yuxunu unudursan, qutarıb gedir. Hətta o kimin haqqında pis yuxu görmüsənsə, gedib həmən adama adını çəkmədən belə ona danışmaq olmaz. Yəni, yadda saxlayın ki, pis yuxu mütləqən olaraq danışılmır və pis yuxu insan dərhal unutmalıdır. Pis yuxunu insan dərhal unutmalıdır. Və aleykumassalam, rəhmətullah. Sual belədir ki, yoldaşımın keçmişdən narkotikə bağlılığı var idi. Evlilikdən sonra düzəldi Allahın izni ilə. İbadətə başladı, xoşbəxt idik. Başlamağında böyük səbəbi olan anası idi. 2 ildir evlilik və anası yenə başlayıb onu özündən çıxartmağa. Anası da yola getmir və hər söz-söhbət zamanı ailəmizə xoşbəxtliklə zərər gəlir. Biz yaşayış yerimizi dəyişməliyik mi? Çünki bilirsiniz, keçmişdə narkotikə bağlı insanlar hər an qayıda bilərlər. Ümumiyyətlə, biz narkotikin bir cəmiyyət üçün, bir ailə üçün və bir insan üçün nə boyda böyük bir təhlükə olduğunu dəfələrlə söyləmişik. Çünki narkotik insanın insaniyyətini, mənəviyyətini yox edən bir, yəni murdar bir, haram bir əməldir. Əgər Allah Subhanahu taala bir insana müvəffəq edibsə və insan ondan uzaqlaşıbsa və təbii ki, əgər onun narkotiklə başlamasının onun ətrafı ona təsir edirsə və təbii ki, insan yaşayış yerini dəyişməyi daha düzgün olardı. Çünki tövbənin şərtlərindən də biri budur ki, insan həmən günah etdiyi ətrafda, yəni yerdən uzaqlaşmalıdır. Əgər bir insan bilirsə ki, o qaldığı yerdə qalsa, gezi-tezi yenə də fırlayıb gəlib, onun başına yenə də bu oyunu açacaqlarsa, yenə də bunun cinləri, şeytanları oyanıb, təzədən o narkotika quşanacaqsa, onları axtarıb tapacaqsa, xüsus da söz-söhbət artan zaman, insanın gərginliyi artan zaman, sanki beyində bir problem artan zaman, şeytan ona dərhal get narkotika ilə sakitləşəcəksən, bu kimi vəsvəsələr verir insana və bu baxımdan da əgər insan bilirsə ki, belə bir hal olan kimi dərhal həmən insanları gelib tapacaq, onlardan bunu tələb edəcəksə, o zaman bəli, insan yaşayış yerini dəyişsə, yəni həmən narkotikdən uzaq olsa, Allahın izni ilə daha yaxşı olar. Allahın izni ilə daha yaxşı olar. Və o ki, qalırsa ki, anasının oğlunu özündən çıxartması, yəni bilmirəm, indi bu nə dərəcədə belə ola bilər ki, anası öz oğlunu yoldan çıxartsın və yaxud da ki, özündən çıxartmağa başlasın. Bilmirəm, bu hansı halda ola bilər. Hər bir halda, əgər ana bilirsə ki, oğlu bu murdar əməldən əl çəkibsə, ana çalışsın, öz oğlunu o həddə çatdırmasın ki, yenidən o pis əməllərinə qayıtsın. Ona görə təbii ki, bu baxımdan anaya da tövsiyə olunmalıdır ki, yəni övladını o həddə çatdırmasın. Övladını o həddə çatdırmasın, hər şeyi mülahimli ilə, hikmətlə, səbirlə yoluna qoymağa çalışsınlar. Və aleykumassalam, Abdullah. Sual belədir ki, bir insan əyak yoluna gedəndə yuyunmaq üçün su olmazsa, nəm və ya quru salfetlə silmək olarmı? Bir də ki, yuyunandan sonra alt paltarına biraz nəmlik olarsa, o halda dəstəmaz namaz qılmaq olarmı? Ya namaz qılarkən alt paltar mütləq quru olmalıdır. Ümumiyyətlə, insan tarixdə gedən zaman təmizlənməyi şərtdir. Təmizlənməyi şərtdir. Hansı daha yaxşıdır? Su ilə, yoxsa deməli, sudan başqa digər vasitələrlə və yaxud hər ikisindən bir yerdə? Bu barədə Əhlüsünnə fəqihlərində rəylər var və deməli, Mədinədə olan Quba əhli, onlar tarixdə gedəndə birinci 3 dəfə daşla təmizlənib, sonra isə su ilə yuyunardılar. Sonra isə Allah Teala ayə nazil edir ki, İnna Allah yuhibbul mutahhirin, Allah Subhanahu taala pakları sevər və bu ayədə Quba əhlinə nazil olmuşdu. Və onlardan soruşanda ki, niyə görə sizə bu ayə nazil olub? Onlar dedilər ki, biz tarixdə gedəndə birinci 3 dəfə daşla təmizlənib, arxasınca da
su ilə yəni yunuruq. Bu o deməkdir ki, əgər insan evində istəsə, birinci salfetlə, sonra da su ilə də təmizlənə bilər. Heç bir problem yoxdur. Və ya da ki, tək su ilə təmizlənə bilər. Heç bir problem yoxdur. Və ya da ki, tək salfetlə təmizlənə bilər. Əsas odur ki, təmizlənsin. Yəni, şərt təmizlənməyidir. Yəni, bu üç variantdan hansını edirsə, etsin tək ki, təmizlənsin. Şərt orada təmizlənməsidir. Amma o ki, qalırsa ki, insan tarixə gedir, yunandan sonra alt paltana biraz nəmlik qalırsa, o nəmlik, yəni deməli, o təmiz sudan tökülmüş sudur və o su onun namazına heç bir xələl yetirmir və o halda da dəstəmaz alıb namazın qıla bilər. Yəni, bu cür şübhələrdən uzaq durmaq lazımdır. Düzdür, tibb alimləri deyirlər ki, istər qadın olsun, istər kişi olsun, o tibbi cəhətdən yaş alt paltarı giyinməli deyil. Əla-xüsusda bu kişilərdə prostat xəstəliyi və həmçində qadınlarda soyuq dəymə xəstəliyini gətirib çıxarır. Bu tibbi cəhətdən bəli, quru olsa daha yaxşı olar. Amma bunun şəri əhkama, dəstəmazın olub-olmasına və ya da dəstəmazın pozulub-pozulmasının heç bir əlaqəsi yoxdur. Yəni, bu halda insan dəstəmaz alıb namaz qıla bilər. Amma tibbi cəhətdən, sağlamlıq cəhətdən isə, bəli, quru olsa daha yaxşı olar. Və aleykum əssalamətullah. Sual belədir ki, oğlanlar namazda olarkən səcdəyə əyiləndə belləri açıq qalarsa bu olarmı, yoxsa qapalı olmalıdır? Xeyr, olmaz. Əgər oğlanlar səcdəyə gedən vaxtı belləri açılsa, onlar bu cür davam eləsələr, onların namazları batil olar, Ona görə, əla-xüsuslə günümüzdə görürsən ki, ibadət edən qardaşlar var ki, şalvar, köynək, mayka elə dar geyinirlər ki, yəni səcdəyə gedən kimi hətta belindən də aşağı, yəni tasına kimi görsənir. Yəni bu yanlış və xatadır. Yəni müsəlman bu cür geyinməli deyil. Yəni biz əksər hallarda müsəlman qadınların geyiminə etiraz edilir ki, dar geyinlər, filan geyinlər. Vallahi elə müsəlman qardaşlar var ki, cinsi əyinlərinə elə geyinirlər, gelirsən paltar geyinən, rajokla geyindirsən şalvara əyinə. Bu da olmaz axı. Yəni, biz əgər deyirsək ki, qadın əzaları bilinməli deyil, məgər kişinin əzaları bilinməlidir ki, kişinin əzaları bilinməli deyil. Onun da baxırsan ki, qardaşlar var ki, elə dar şalvar geyinib ki, qabaqdan da, arxadan bütün əzaları qalıb çöldə. Və təbii ki, belə halda o səcdəyə gedəndə bütün beli, hətta axıra kimi, yəni tasa qədər o əzalar bilinir və bu da namazı puç edir, batil edir. Ona görə hər bir valideyn öz uşağına bunu başa salmalıdır. Yəni, öz uşağına bunu başa salmalıdır ki, namazda övrət eli bağlı olmalıdır, övrət eli açıq qala bilməz. Əgər o üstündən köynəyi dar geyinib, heç olmasa üstündən namazı bir şey geyinsin ki, səcdəyə gedəndə üstü falan açılmasın. Çünki bu hal onun namazının bahtı olmasına aparıb çıxarır. Və aleykum əssalamətullah. Sual belədir ki, məni həmişə bir şey düşündürür. Biz bilir ki, Peyğəmbərimizin sallallahu aleyhi və sələm cəsədi çürümür. Həmçinin şəhid olan sahabələrin. Fikirləşirəm ki, indiyə kimi onların məzarını açıb üzərinə baxan olubmu? Ümumiyyətlə, bu caizdirmi? Mən çox istərdim ki, Peyğəmbərimizin sallallahu aleyhi və sələmin sahabələrin dünya gözü ilə görüm. Xüsusən də Ömər və Əli radiyallahu ənhum. Allah subhanətə isə məvfəq qədər inşallah qiyamət günü istədiyiniz bütün Peyğəmbərlər və onların sahiblərini inşallah gözlərinizdən görərsiniz Allahın izni ilə. Amin. Amma o ki, qaldı suala gəlincə isə, bəli, Peyğəmbər s.ə.v buyurub ki, Allah subhanətələ torpağa haram elədi, yəni qadağan elədi ki, Peyğəmbərlərin cəsədini yesin. Bu yalnız Peyğəmbərlərə aiddir. Peyğəmbərlərdən başqa digər insanlara aid deyil. Amma o ki, qalırsa ki, Uhud döyüşündə şəhid olan Uhud şəhidlərinin məzarı, deməli, Osman radiyallahu anh'ın xəlifəlik dövründə o vadiyə sel gəlir və bəzi qəbirlərin üstü açılır və sanki qan təzə-təzə tökülmüş kimi, axılmış kimi olurdu və buna əsasən bəziləri deyir ki, hətta şəhidlərin qanı belə çürümür, cəsədi belə çürümür. Buna xüsusi bir dəlil yoxdur. Yəni, şəhidlərin cəsədinin çürüməməsinə aid heç bir dəlil yoxdur. Amma o ki, qalır ki, o mövcud olan hadisə, alimlər deyir ki, bəli, o Allah subhanahu müəyyən bir müddətlik onlara bəxş elədiyi bir hədiyyə ola bilər. Yəni, qiyamətə qədər deyil, o Allah subhanahu lütfüdür ki, müəyyən bir vaxta qədər onlar çürüməyə bilərlər, müəyyən bir vaxta qədər. Amma qiyamətə qədər çürüməyi qadağan olunan yalnız deməli, Peyğəmbərlərin, yəni cəsədləridir.
O ki, qalırsa ki, onların cəsədlərinin məzaların üstünü açmaq, xeyr, bunlar icazəli deyil. Ümumiyyətlə, istər Peyğəmbər olsun, istər sahiblər və istər də ki, sıravi insanlar, əgər insan qəbrə dəfn olunsa, heç bir şəri üzr olmadan o qəbrin üstünü açmaq və qəbri bir yerdən başqa yerə köçürmək olmaz. Və aleykum assalam, sual belədir ki, əgər bir kişi ailəsindən və 3 uşağından qazancını gizlədirsə, hər zaman yoxdur deyirsə, qadın onu boşamadan alim, qadın onu boşamadan alimentə versə günahdır mı? Ümumiyyətlə, əgər bir valideyn xəsisdirsə, yəni öz ailəsindən qazancını gizlədirsə, ailəsinin təminatını ödəmirsə, o zaman Hind bint Əbu Utbə radiyallahu anhənin hədisi vardır ki, yəni Muaviyyənin anası gəlir, deyir, ya Rasulallah, yəni Abu Sufyan, çünki Muaviyyə radiyallahu anhın anası olur Hind bint Əbu Utbə, atası olur Abu Sufyan. Və Hind gəlir, Allah Rasulullah deyir ki, ya Rasulallah, Abu Sufyan çox paxıldır, mənə və mənim uşaqlarımın haqqını ödəmir, olar mı mən onun cibindən, ondan icazəsi olmadan götürüm? Onda Allah Rasulullah deyir ki, xudi mə yəkfiki və libəniki, özvə və uşaqlara bəs olan qədər götür. Bu deməkdir ki, əgər ailə başçısı uşaqlarının, ailəsinin qayğısına qalmırsa, onların ehtiyacını ödəmirsə, o zaman ana özünə və uşaqlarına kifayət edə biləcək qədər onun izni olmadan ondan pul götürə bilərlər və burada onun deməli, atanın icazəsi lazım deyil. Ancaq alimlər ki, burada şərt odur ki, israf etmədən bəli götürə bilər və burada da icazə almaq lazım deyil və həmçində bu da oğurluq sayılmır. Çünki bunu Allah Rasulü sallallahu aleyhi ve sellem buyurubdur. Yəni, boşanmaq olmaz. Yəni, bu kimsəyə görə boşanmaq düzgün deyil. Amma əgər o sizdən həqiqətən qazancını gizlədirsə, siz onun cibindən, onun xəlbəti olmadan özünüzə və uşaqlarınıza bəs edəcək qədər məbləğ götürə bilərsiniz. Və aleykum assalam. Sual belədir ki, istixara namazı elm almaq və ya Quran öyrənmək üçün qılmaq nə qədər doğrudur? Müəllimə tələb edir, dərsə başlayacaq, istixara edin. Yəni, əslində, elm tələb eləmək və ya Quran oxumaq, bunlar mütləqən olaraq yaxşı əməl sayılır. Yəni, bunun üçün istixara eləmək düzgün deyil. Çünki heç bir halda elm öyrənməyin, Quran oxumağın pis tərəfi yoxdur. Ona görə bunun üçün istixara qılmaz belə yanlış fikirdir. İstixarə hansı hallarda qılınır? Məsələn, istixarə sən iki işin ortasında qalmısan və ya iki dənə təklif var. Bilmirsən, hansı sənin üçün xeylidir, hansı sənin üçün zərərdir. Və yaxud da ki, bir qız bəyənmirsən, istixarə etsən ki, əgər onunla izdivacı mənə dünya və axirətim üçün xeyirsə, mənə nəsib elə. Əgər onunla izdivac dünya axirətim üçün mənə zərərsə, onu mənə uzaqlaşdır. Yəni, belə hallardır. Və yaxud da ki, maşın almaqsın, bir maşın bəyənmirsən, İndi istixarə etsən ki, Allahım, əgər o maşın mənə dünya və axirətim üçün xeyirsə, onu mənə mənfəət gəlir. Əgər dünya və axirətim üçün mənə zərərsə, onu mənə uzaqlaşdır. Və istixarə bu kimi əməllər üçündür. Amma sən Quran oxumaq mütləq olaraq dünya və axirətdən xeyirləmək sayılır. Həmçində elm tələb eləmək mütləq olaraq ən xeyirləmək sayılır. Ola bilər, sizin müəlliməniz sizə deyibsə ki, istixarə edin. Ola bilər, o zənnən eləyib ki, bəzi hallarda elm insanı azdırır. Yəni, insan elm üzərində azdır. Yəni, elmi olduğu halda insan zəlalətə düşür. Bəlkə bu baxımdan sizin müəlliminiz belə bir təklif verib sizə. Onu mən niyyətini deyə bilmərəm. Amma ümumilikdə isə elm öyrənmək və Quran oxumaq üçün istixarəyə ehtiyac yoxdur. Çünki zaten bunlar özü-özlərində ən xeyirli əməllər sayılırlar. Və aleykum assalam. Sual belədir ki, Muhammed sallallahu aleyhi ve sellem nədən xəlq edilib? Təbii ki, Muhammed sallallahu aleyhi ve sellem nədən xəlq olunması barəsində ifrat həddi vardır. Muhammed sallallahu aleyhi ve sellem nədən xəlq olunması barəsində insanlar bu baxımdan ifratı dərəcədə rəylər söyləyiblər. Yəni, ən qatı rəylərdən biri də Sufi məzhəbinə aid olan rəydir ki, onlar etiqad edirlər ki, Muhammed sallallahu aleyhi ve sellem nurdan xəlq olunub. Muhammed sallallahu aleyhi ve sellem nurdan xəlq olunub və hətta bəziləri də deyirlər ki, Allah öz nurundan xəlq edib
və insanlar da Muhammed sallallahu nurundan xəlq olunub. Bunlar hamısı batil inanclardır, batil uydurma rivayətdir. Muhammed sallallahu aleyhi ve sellem anası Əminə və atası Abdullahdan dünyaya gəlib. Və ümumiyyətlə bütün bəşəriyyətin yaradılışı 3 nəfərdən başqa hamısında eynidir. Bunlar kimlərdir? Bunlar aiddir İsa aleyhissalam, Adəm aleyhissalam və Həvva aleyhissalam. Deməli, Adəm əleyhissalamı Allah subhanətə torpaqdan xəlq elədi. Həvvanı isə Adəmin əyri qabırğasından xəlq elədi. Amma İsa aleyhissalam isə atasız anadan xəlq olundu. Yəni, o ata iştirak eləmədən yalnız Məryəm əleyhissalamdan dünyaya gəldi. Bu 3 insandan başqa bütün bəşəriyyət insanların hamısının yaradılışı eynidir. Hamısı ata və anadan xəlq olunub. Normal insanlar necə dünyaya gəlirsə, onların anaları necə hamilə qalırsa, necə 9 ay keçirsə, necə ki doğuş vaxtı gəlirsə, eləcə də bütün peyğəmbərlər və bütün bəşəriyyət insanları hamısı eyni formada xəlq olunublar. Yalnız istisna elədiyimiz 3 sinif insandan başqa. Aleykum assalam. Sual belədir ki, həzə gedib gələn bir adama həzdən gəldikdən sonra həzi filan kəs deyirlər. Məsələn, belə demək olarmı? Xeyr demək olmaz. Çünki o həzi o vaxt sayılır ki, həc ibadətini yerinə yetirən zaman, həcdə olan insanlara həci deyirlər ümumilikdə. Çünki hamısı həci yerinə yetirir. Həc ibadətini yerinə yetirir. Necə ki, misal üçün, meclisin içində zöhr namazı hamısı yığışıb və imam isə atlarla çəkib ümumi deyir ki, bax, namaz qıldıqdan sonra namaz qılanların hamısı meclisdən çıxsın. Bu nə deməkdir? Deməli, xitab namaz qılanlardır, ona görə ki, buranca namaz qılanlar yığışıblar və namaz qıldıqdan sonra hamısı meclisdən çıxıb çölə çıxandan sonra çöldə isə hərə öz adını daşıyır. Yəni, meclisin kənarında deyilmir ki, namaz qılanlar gəlin yerin içəri. O namaz qılanlar xitab olunması o meclisin içinə aiddir. Çünki sırf ondan ötürü gəlir. Amma çöldəkilər, onlar ticarətə də görə gələ bilərlər, nə bilim, evlərinə, işçilərinə gələ bilər. Yəni, çöldə olanların hamısının namaz qılması olması şərt və vacib də deyildir. Yəni, xitab meclisin içində namaz qılanlar da ona görə ki, onlar namaz qılmağa gəliblər. Eləcə də həcdə olanlara da xitabən həclər deyilər. Amma onlar həc ibadətini yerinə yetirib gəldikdən sonra hərə öz adını daşıyır. Biri Əlidir, biri Vəlidir və yaxud və s. Və onlara həci demək və həci filan kəs demək və ələxüsus da həmən həcə gedib gələnlər var ki, deyir ki, mənə adımı deməyənə həci filan kəslə. Yəni, bunlar hamısı riyadır. Allah bilir həcləri qəbul yoxsa qəbul deyil. Amma bu cür insanlardan tələb eləmək ki, mənə həci filan kəslə, həci nə denən? Yəni, bu həmən insan ixlaslı olmamağını göstərir. Və təbii ki, bu cür insanların ibadətində də başına yağa qüsurlar var, nöqsanlar var və Allah Subhanahu bizi qorusun, bizi hifz eləsin. Və aleykum assalam rahmetullah. Sual belədir ki, hərdən dəstəmazı oluruq, tualet ehtiyacımız olanda saxlayarıq ki, dəstəmaz pozulmasın. Namazı qılıb sonra edərik. Bu günah deyil. Ümumiyyətlə, bu halın 2 halı var. Yəni, bir dözülməz bir vəziyyətdədir. Yəni, gəlir insan tutub saxlayır, və namazı fikir namazda deyil. Yəni, bu gəldiyini geri qaytarmaqdadır. Yəni, fikri bundadır. Bəli, bu insanın namazı yoxdur. İnsan namazdan hökmən çıxmalıdır. Dəlil də budur ki, Peyğəmbər s.ə.v buyurur ki, bir insanın namazı olmaz, kim ki namazda bu 2 dənə gələni tutub saxlayarsan. Yəni, gəlirsən tutub saxlayırsan, bu halda insanın namazı yoxdur. İnsan çıxmalıdır, namazdan getməlidir, taharətə işin görməlidir, rahatlanmalıdır, dəstəmalıdır və yenidə namaza başlamalıdır. Amma ikinci hal oldu ki, İnsan bilir ki, tualetə getsə gələcək. Amma əlhəmdülillah özünü rahat şəkildə saxlayır. Rahat da namazın qılır, zikrini deyilir. Belə halda bəli, getməyə bilər, tualetə getməyə bilər. Namazda səhidir və heç bir problem də yoxdur. Və namazın qılır, qutarır, zikirlənir, qutarır. Sonra rahat şəkildə gelir tualetə. İnşallah ki, heç bir problem yoxdur, heç bir günah da yoxdur. Yəni, məsələdə 2 hal var. Biri dözülməz həddədir, biri isə dözülən həddədir. Dözülməz həddə çıxmalı, dözülən həddə isə bəli, problem yoxdur. Və aleykum assalam. Sual belədir ki, mən evdə otaqda tək qalanda qorxuram. Bildiyim ayətül kursu, Fatihə, İxlası, Fələki, Nəs surlarını oxuyuram, amma keçmir.
Yəni tək olanda, adamla olanda qorxmuram. Mən başqa nə edə bilərəm? Təbii ki, ilk öncə siz səhər axşam zikirlərini tam formada yerinə yetirin, bu bir. İkinci, gün ərzində evdə Kamil surədə Bəqərə surəsini oxutdurun, bu iki. Üçüncü, bir balona, rukuya ayələri oxuyun və o gündəlik 3-4 dəfə həmən suyu otaqları, evin hər bir küncünə səpin. Hər bir küncünə səpin və dördüncü də çalışın ki, siz orada tək olduğu zaman ağlınıza nəsə gətirməyəsiniz. Çünki siz artıq vəsvəsələnirsiniz və ağlınıza nəsə gətirən kimi dərhal qorxmağa başlayırsınız. Ona görə bu şeyləri ağlınıza da gətirməyin və inşallah ki, heç bir problem də olmayacaq. Və ağlınıza nəsə gəlmək istəyən kimi dərhal Əuzu billah minəşşeytanirracim, Bismillahirrahmanirrahim. Bu zikri təkrarlayırsınız və bunu davamlı bir 10 gün eləsəniz, inşallah təmiz bu qorxu falan sizdən uzaqlaşıb keçəcək. Və aleykum assalam. Sual belədir ki, qoyun, toyuq kəsmək savab iş sayılırmı? Yəni, həm özünə, həm başqasına. Yəni, əgər insan kimi üçünsə qoyun kəsirsə, toyuq kəsirsə, yəni qonşudur, kəsə bilmir, başı çıxmır, deyir, ay qonşu, gəl mənim üçün bu qoyunu kəs, gəl mənim üçün bu toyuğu kəs. Yəni, bunu edirsə, bəli, buna görə savab qazanır. Çünki elədiyi xeyir əməldir. Yəni, başqası üçün elədiyi xeyir əməl onun üçün savab gətirir. Amma yox, qəsdin odursa ki, yəni sən Allah üçün qoyun kəsib paylayırsan və ya da toyuq kəsib paylayırsan, buna görə savab var mı? Bəli, var. Hətta siz bir yumurta belə sədəqə eləsəniz, ona görə sizə savab vardır. Allah Teala Quran-ı Kərimdə buyurur ki, "Fəmən ya'məl misqalə zarratin xeyran yara." Kim bir misqal zərrəsi qədər xeyir iş edərsə, onun əvəzini görər. Ona görə nəinki toyuq, nəinki qoyun, hətta balaca bir yumurta belə siz sədəqə eləsəniz, inşallah ki, onun da savabını siz görəcəksiniz. Və aleykum assalam. Sual belədir. Bir oğurluq edib, başqa biri onun oğlu olduğunu bildiyi halda üstünü ört-basır etmək üçün onun etdiyi oğurluğu başqasına atmaq günahdırmı? Və onun üstünü açıb günahlandırılan şəxs bu da günahdırmı? Əgər bir insan oğurluq edibsə, başqa birisi onun oğurluğunu bilib başqasının üstünü atırsa, bəli, bu həm günahdır, həm iftiradır, həm böhtandır. Və buna görə də qiyamət kimi onu çox ağır əzab gözləyir. Yəni, oğurluğu başqası üstünə atmaq, yəni həqiqi oğurun kim olduğunu bilib başqası üstünə atmaq, bu böhtandır, iftiradır, zülümdür, haqsızlıqdır, yalandır və buna görə də qiyamət kimi çox ağır bir əzab gözləyir. Amma oğurluğun üstünü açmaqsa xeyr, bu günahlandırmaq deyil. Yəni, necə prosesdir bu? Misal üçün, deyək ki, bir müəssisədir, bir idarədir, burada yeyinti olub, oğurluq olub və həmən müəssisənin böyüyü, rəhbəri, yəni lazım olan şəxslə müraciət edib ki, bu oğurluğun üstü açılsın və bu oğurluğun üstü açılırsa, xeyr, burada nə günah, nə də filan bir şey yoxdur. Yəni, insan layiqli cəzasını almalıdır. Yəni, oğurudsa layiqli cəzasını almalıdır.